Salam aleyküm. Mən bugün sizlərlə coğrafiyamızda nə baş verir, onun haqqında danışmaq istəyirəm. Bəzi insanlar fikirləşirlər ki, danışmaq üçün mütləq aparıcı, jurnalist, siyasətçi və ya tarixçi olmalısan. Xeyr, mən insan mövqeyindən, vətəndaş mövqeyindən çıxış etmək istəyirəm. Coğrafiyamızda nə baş verir və ona olan münasibət. Bəli, çoxları bizi ittiham edirlər. Ətraf xalqlar, xüsusən müsəlman dövlətləri, bəzən türk dilli dövlətlər də ki, siz İsrailin tərəfindəsiniz. Biri deyirsə, siz İsraillər isə deyirlər ki, siz İranlıların tərəfindəsi. Hərə bizi öz tərəfinə çəkməyə çalışır. Biz bəli regionda qüdrətli dövlətik, baxmayaraq balaca dövlət olmağımıza baxmayaraq. Ancaq biz haqqın tərəfindəyik. Bu müharibələrdə isə haqq hardadır hələ Allahın özü də bilmir. Bəli, əgər İran deyirsə ki, mən İsraili yer üzündən siləcəm, deməli gücü qüdrəti var. Ona arxayındır. İsrail isə deyirsə ki, mən İranı darmadağın edəcəm, yenə də ona arxayındır. Yəni müharibə başlamaq hər axmaq başlaya bilər. Müharibəni qurtarmaq hər xalqa, hər millətə, hər dövlətə, hər liderə qismət olmur. Yəni qələbə ilə başa çatdırmaq. Müharibənin çətini başlamaqdır. Mənim isə qorxacağım nədir? Bizi provokasiya çəkə bilərlər. Bəli, mümkün qədər insanlar provokasiyadan çəkilməlidir. Siyasətçilər, siyasətlə məşğul olan insanlar təkcə bir ölkəni və yaxud bir icmanı idarə eləməkdə deyil, əsas məqsədləri, məramları, müqəddəs məqsədləri ölkəsini, vətənini, dövlətini mümkün provokasiyalardan, mümkün bəlalardan, xüsusən fəlakət və müharibələrdən yayındırmağa çalışmağı. Mümkün qədər müharibəni başlamağa hər axmaq başlaya bilər, qurtarmağa hər ağadan başlaya bilməz. Bəli, bizim indi bax coğrafiyamızda baş verən müharibə 3-cü Dünya müharibəsinə aparır. Çünki İsrail də elə bilirdi ki, İran adi bir Fələstin kimi bir qurumdur, elə girdi, darmadağın edib çıxacaq. Görürsünüzmü? Öz ölkəsi də dağılır, viran qalır, başqa dövlətlər də bura müdaxilə etməyə bu saat hamı çəkinir. Hətta Amerika Birləşmiş Ştatları dünyanın hegemon dövləti belə 2 həftədən sonra qərar verəcəyini düşünür. Çünki o bilir ki, ora girişsə bu müharibə böyük fəlakətə səbəb ola bilər. Çin və ya digər maraqlı dövlətlər, hətta Türkiyənin özü də bu müharibədə qarışa bilər. Onun üçün də əsas odur ki, müharibəni başlamağa tələsməyin. Müharibə qurtarmağa ondan sonra sizin imkanınız olmalı. Sizi idarə edənlər başqaları olacaq. Çünki müharibədə başlayandan sonra sən ortada bir peşkar rolunda çıxış edirsən. İdarə edənlər isə başqaları olur. Mümkün qədər bu provokasiyadan yayınmaq bizim ölkənin də Ermənistanla olan münasibətlərimiz, bəzən provokativ hərəkətlər olacaqdır. Demirəm, Ermənistan tərəfindən bəzi onun da maraqlı dövlətlər var, maraqlı insanlar var. Bölgəni qana boğmaq, yəni 3-cü Dünya müharibəsini bizim bölgədən başlamaq. Bax, İsrail başlayıb qurtarmağa bunların özlərini nə sülhlə qurtara bilirlər, nə qalib gələ bilərlər. Ya İran təslim olmalıdır, ya İsrail. Bax, bunların heç birə təslim olmayacaq və barışdırmaq üçün də başqa güclər öz maraqları üçün istifadə edəcək. Yadıma gəlir 90-cı illərdə Azərbaycanın Daxilişlər Naziri rəhmətli İskəndər Həmidov Milli Məclisdə deyəsən çıxışında birində dəfə dedi ki, lazım olsa Azərbaycan atom bombası tapar, yəni Ermənistana atmaq üçün. Bunu isə mənfur düşmənlərimiz götürdü, bizə qarşı istifadə elədilər və bizə qarşı demək olar bu adi bir insan deyildi. Daxilişlər Naziri vəzifəsində çalışan adam çılğın bir çıxışı bizə bəzən baha başa gəlir. Və ondan da maraqlı dövlətlər öz maraqları üçün istifadə edir. Çalışmaq lazımdır, mümkün qədər müharibədən yayınmaq. Bizi hər cür provokasiya çəkən insanlar da yəni bilməlidirlər. Bizim özümüzün, biz regionun bəli, balaca kiçik, qürurlu bir ölkəsiyik. Bizim imkanlarımız ona imkan vermir ki, biz dünyada gedən bu ağır proseslərdə iştirak eləyək. Nə coğrafiyamızdakı bizim mövqeyimiz, nə xalqımızın sayı, nə ölkəmizin mövqeyi, nə bizim imkanlarımız ona imkan vermir. Ancaq bizi kimi ölkələri, məsələn Ermənistan, Azərbaycan, Gürcüstan kimi ölkələri provokasiya vasitəsilə bir-birinə belə müharibəyə cəlb eləmək və bunun üzərində daha böyük planları həyata keçirmək və bizim bu coğrafiyamızda böyük fəlakətə gətirib çıxarda biləcək. Çalışmaq lazım. Mümkün qədər dediyim kimi provokativ hərəkətlərdən yaymaq, bu müharibəni bizim bölgəyə gətirməmək. Qoy müharibə 3-cü Dünya müharibəsi harda istəyir, orada başlasın bizim bölgədən. Çünki biz ayaq altında qalan xalqlar olacaq, dövlətlər olacaq. Çünki regionda ən kiçik dövlətlər bizik. Yəni bunun üçün də çalışmaq lazımdır. Provokasiyadan, xüsusən siyasətçilər ya da Ermənistan tərəfində də belə mümkün qədər provokativ çıxışlardan yayınsınlar. Mən sadəcə vətəndaş mövqeyindən çıxış elədim. Sağ olun, təşəkkür ederim.